Sabit cərəyan mənbələri EHQ, yəni elektrik hərəkət qüvvəsi, tam dövrə üçün Ohm qanunu, tam dövrənin faydalı əmsalı. Baxırıq birinci testə. Deyir, tam dövrə üçün mənbəyin qütblərindəki gərginliyin dövrədəki cərəyan şiddətindən asılı qrafiki verilmişdir. A nöqtəsində koordinatın qiyməti hansı fiziki keyfiyyətin qiymətinə uyğundur? Deməli, baxırıq, düsturu yadımıza salırıq. Tam dövrə hissəsi üçün Ohm qanunu necə yazılırdı? I bərabərdir, epsilon böl R topla R. Buradan deməli, çarpaz formada vurmaqla ala bilərik ki, I vurulsun R topla R bərabərdir epsilona. Mötərizəni açsaq, alarıq ki, IR topla I kiçik R bərabərdir epsilona. IR hasilinə deyirik ki, U. Bu hasilə deyirik U. U üstə gəl IR bərabərdir epsilon. Bu da bərabərdir epsilon çıxılsın IR. Deməli, burada göründüyü kimi biz i-yə 0 versək, yəni riyaziyyatlı funksiya qrafikinə necə çəkilməsini izah vermək istəyirəm. Yəni, xatırlatmaq istəyirəm. Deməli, i-yə 0 verəndə o epsilona bərabər olur. I-nin 0 nöqtəsi, i absis oxun üzərindədir. 0 nöqtəsi U-nun, yəni ordinatın A nöqtəsinə uyğundur. I-nin 0-na U-nun A nöqtəsi uyğundur. Deməli, i-nin 0-ı tənlikdə isə i 0 olanda u epsilona bərabər olur. Onda belə çıxır ki, deməli, bu A nöqtəsinə uyğun qiymət EHG-nin qiyməti imiş. Mənbənin EHG-sini. Dərsin izahında verilmiş. Üçüncü sual. Mənbənin EHG-si hansı ifadə ilə təyin olunur? Mötərizənin içərisinə baxın, deyir, İQ qısa qapanma cərəyan şiddətidir, R daxili müqavimət. Qısa qapanma nə zaman baş verirdi? Xarici müqavimət 0-a yaxınlaşanda. Onda deməli, I qısa qapanmanın düsturu olacaq. Epsilon böl R. Çünki tam dövrə hissəsi üçün Ohm qanunu böyük 0-a gedir. 5-ci sual. Daxili müqavimət soruşur. Mənbənin daxili müqaviməti I qısa qapanmanın düsturundan epsilon böl R-dən daxili müqavimət tapanda epsilon böl I qısa qapanma olacaq. Yəni, burada da olacaq variant. Deməli, epsilon böl I qısa qapanma. 3-də isə yazmadıq. Epsilon böl R. Burada EHG-ni soruşurdu. Deməli, 3-cü sualda epsilon tapanda I qısa qapanma vur R. Burada da C olacaq. 7-ci sual. Hansı fiziki kəmiyyətin vahidi voltdur? Deməli, volt elektrik hərəkət qüvvəsinin vahididir. Y variantı. 9. Açar açıq olduqda voltmetr nəyə ölçür? Gəlin baxaq. Mənbənin qütblərini qeyd eləyək. Müsbət, mənfi. Cərəyan gəlir müsbətdən. Dövrə açıq olanda rezistordan cərəyan keçə bilmir. Yəni, bu mümkün olmur. Onda yalnız voltmetr nəyə ölçəcək? EHG-ni ölçəcək. Yəni, cərəyan mənbəsinin EHG-sini ölçəcək. 11. Hansı şərt ödəndikdə mənbənin xariclərindəki gərginlik mənbənin EHG-sinə bərabər olur? Yəni, şərtdə bizə deyir ki, o epsilona bərabər olsun. Nə zaman? Deməli, I 0-a bərabər olanda, bayaqki düsturda bunu ifadə eləmişdik. Onun düsturu epsilon çıxılsın I-yerdir. I 0 olanda o epsilona bərabər olur. Demək, I nə zaman 0 olur? Dövrə qısa qapananda. Yox, daha doğrusu dövrə qısa qapananda I 0 olmur. I o zaman 0 olur ki, xarici müqavimət sonsuz böyük olsun. Yəni, məsələn, işlədici müqavimət çox böyük olanda dövrəyə cərəyan gəlmir. Ona görə də xarici müqavimət sonsuz böyük olanda bu da qaydada qeyd olunur. Variant olacaq A bəndi. 13-cü sual. Açar açıq olduqda voltmetr nəyi göstərir? Yenə də bayaqki sualdan da açar açıqdırsa voltmetr EHG-ni ölçəcək. Yəni D variantı olacaq. Demək, 15-ci sualın izahına baxırıq. Qapalı dövrə elektrik dövrəsinin faydalı əmsalı. Faydalı əmsalı E tərfi ilə işarə olunur. Demək, eta bərabərdir. A faydalı böl A tam və ya P faydalı böl P tam. Faydalı gücün əvəzinə I-U qoyaq. Tam gücün yerinə də epsilon. İlər xısar gedəndə, yəni vur 100% var təbii ki, burada nəzərə alınmayıb. Onda da variantımız olacaq D bəndi. Sonra davam edək. Gəldik 17-ci suala. Deyir ki,
Sabit cərəyan mənbənin xərclərində gərginin tam dövrədəki cərəyan şiddətinə asılı qrafiki verilmişdir. Daxili müqavimət soruşulur. Biz bayaq qeyd elədik ki, bax bu nöqtəyə uyğun, yəni i-nin cərəyan şiddətinin i oxunun üzərindəki sıfıra uyğun, u-nun 24 uyğundur. Bu EHG-ni göstərirdi. Amma u-nun sıfırına isə i-nin 8 uyğundur. U sıfır olanda i bərabərdir. Daha doğrusu epsilon böl r plus r'dən, yəni onu tapanda epsilon çıxılsın i r alınmışdır. U sıfır olanda epsilon bunu sıfır götürsək epsilon i r'ə bərabərdir. I də epsilon böl r'dir. Yəni bu qısa qapama cərəyan şiddəti idi. Onda deməli bu nöqtə qısa qapama uyğundur. Ümumiyyətlə belə qrafik görəndə yadınızı saxlayın. Onun üzərindəki sıfıra uyğun nöqtə 24 EHG-ni göstərəcək. Onun i-nin üzərindəki 0 nöqtəsinə uyğun 8 isə x-ə qapamanı göstərəcək. Artıq qısa qapama cərəyan şiddətinin düsturundan istifadə edib daxili müqaviməti, yəni r tapmaq olar. R də bərabərdir. Buradan yazaq. R də bərabərdir. Təyin eləsək r-i məxrəcdəkini tapanda yerlərini dəyişin. Epsilon böl x-ə qapama olacaq. Yəni epsilonumuz 24 bölünsün 8. Bu da eləyəcək 3, 10. Yəni C. C variantı. Gəldik növbəti 19-cu suala. 19-da deyir ki, mənbələrin qısa qapama cərəyan şiddətləri 2 dəfə fərqlənirsə, yəni i qısa qapama 2-nin i qısa qapama 1-ə nisbəti 2-dirsə, daxili müqavimətləri tapın. Biz burada sadəcə düstura müraciət edirik. Yenə də r-in düsturu necədir? Bir dəqiqə. R-in düsturunu yazsaq, r bərabərdir epsilon böl i qısa qapanmaya. Düzdür. Buradan biz təyin edirik r-lər arası münasibəti. Yazaq ki, r2 böl r1 bərabərdir epsilon 2 böl epsilon 1. Çünki r epsilona düz. Amma i qısa qapama ilə tərs asılıdır. i qığı 2, i qısa qapama 1. Məsələn, burada i qısa qapama 2-nin 1-ə nisbətinin yerinə 2 qoyuram. Bu özü verib burada. Bax, görürsünüz, burada 2. Sonra yazıram r2 böl, yenidən yazıram r1 bərabərdir epsilon 2 böl epsilon 1. Epsilon 2'miz 3 epsilon 1'dir. Qoyuram əvəzinə 3 epsilon 1 böl epsilon 1 vurulsun 2. Bunlar da ixtisar gedir, qalır 6. Amma mən hardasa diqqətsiz elədim, bircə dəqiqə. Burada qısa qapanma ilə dediyi axı tərs asılıdır. Onda i qısa qapanma 1-in i qısa qapanma 2-yə yazmalıydım. Onda biz bura yazmalıyıq 2-də 1. 3-ü də 2-yə bölürük, 1 onda 5. Bir dəqiqə. Silək səliqəli yazaq. Olacaq deməli 1 onda 5. Onda alınan cavabımız olacaq r2 bərabərdir 1 onda 5 r1. Doğru cavab olacaq B bəndi. 21-ci suala baxırıq. Cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi epsilon daxili müqaviməti r olan elektrik dövrəsinə cərəyan şiddəti hansı faizlə təyin olunur? Deməli burada məsələ necə həll olunur? Bir dəqiqə silək. Yazırıq tam dövrə hissəsi üçün onun qanunu epsilon böl r topla r. Burada epsilon kimi yazılacaq. Burada xarici müqavimət naqillərin birləşməsindən alınacaq. Bura r böl 2. Burada isə 3 dənə paralel birləşməmiz var. R böl 3. Bu isə ona ardıcıl. Yəni 3'ü bir-birinə ardıcıldır. Buradan bir dənə naqil aldıq. R rezistorlu. R böl 2 müqavimətli. Ondan sonra R böl 3 müqavimətli bir rezistorumuz, bir də R müqavimətli rezistor. 3'ü ardıcıldır. Bunların ümumi müqavimətləri toplanacaq. R böl 2 üzərinə gələk R böl 3 üstə gələk R topla balaca R. Məsələn, indi ortaq məxrəcə gətirirəm. Epsilon böl. Bunlara ortaq məxrəc 6 olacaq. Bura onda 3 çatışmır. 3 burada, 2 burada, 5, 11. 6'da 11 R üstə gəl kiçik R. Və yenidən bunları da ortaq məxrəcə gətirsək 6 qalxacaq yuxarı 6 epsilon bölünsün 11 R balaca 6 dənə R. Yəni 11 R üstə gəl 6 R. Doğru variantı seçək. Gəlin baxaq 6 bölünsün C variantı doğrudur. 23-cü suala baxaq. Cərəyan mənbəyinin xərclərine qoşulmuş voltmetr dövrə açıq olduqda 8 volt, qapalı olduqda 5 volt göstərir. Qapalı dövrənin faydalı iş əmsalı soruşulur. Tam dövrə daha doğrusu faydalı iş əmsalının təyin edən düstura yazırıq. U bölünsün epsilonunu istifadə edək. Çünki burada bizə verilənlər U və epsilondur.
Dövrə açıq olduqda voltmetr bildiyimiz kimi EHG-ni ölçür. EHG-nin yerinə onda 8 qoyuram. Açıq olduqda EHG bu olacaq 8 volta bərabər. Qapalı olduqda isə gərgini ölçür. Yuxarı 5 yazacağım. Mesela orada da hesablama aparırıq. 100-dən 8 ixtisar eləsək 4-ə 25 2. Eləyəcək cavabımız 62,5%. Yəni C variantı. 27-ci suala baxırıq. Qapalı dövrənin faydalı şəmsalı verilib 80%. İstədiyimiz halda, yəni faydalı şəmsalında 100% nəzərə almadan birbaşa burada 100-ə bölüb 0,8 yaza bilərsiniz. Daxili müqavimət verilib 1 ohm. Bir də xarici müqavimət, yəni böyük R soruşulur. Faydalı şəmsalın düsturunu bilirik ki, R bölünsün, R topla, R vurulsun 100%'dir. Yəni artıq mən faizi yazdım, amma ehtiyac yox idi, çünki mən ədədə keçmişəm. Bir dəqiqə. Mesela və həll edirik. 0, bir dəqiqə. 0,8 bərabərdir. Böyük erimiz axtarılır. Bölünsün, böyük er yenə üstə gələk 1. Burada hesablama aparaq. Çarpaz vuraq. 0,8 er üstə gəl 0,8 bərabərdir erə. 0,8 bərabərdir 0,2 erə. Er də buradan tapılanda olacaq 4 ohm. Yəni variant Y. 29-cu suala baxırıq. Mənbənin qısa qapanma cərəyan şiddəti verilib. Qısa qapanma 12 amper. Xarici müqavimət, dövrən xarici müqavimət daxili müqavimətdən 5 dəfə böyükdür. Böyük yer 5-dən kiçik yerdir. Qapalı dövrdəki cərəyan şiddətini tapın. Biz deməli nə edək? Qapalı dövrdə cərəyan şiddətini tapmaq üçün düstura müraciət edək. Bu düsturdur. Və qısa qapanma cərəyan şiddətinin düsturundan epsilon böl kiçik yerdən biz təyin edə bilərik nəyi? Epsilonu tapa bilərik. Epsilon tapanda alınacaq ilk qısa qapanma vur kiçik yer. Bu da eləyəcək. Gətirib daha doğrusu burada nəzərə alsaq, həmin bu ifadəni burada nəzərə alsaq. 2 i bərabərdir. Qısa qapanmanın qiyməti var da 12. Kiçik yer məlum deyil. Elə yer yazıram. Burada gətirib nəzərə alanda ixtisar gələcək. Yazıram epsilonun yerinə 12 kiçik r bölünsün. Böyük yerin yerinə 5 r üstə gələk r. Eləyəcək 12 r bölünsün 6 r. Cavab olacaq 2 amper. Doğru cavab olacaq 2 amper Y bəndi. Növbəti 31-ci sual. Qapalı dövrədən axan cərəyan şiddətinin xarici müqavimətdən asılını soruşur bizdən. Biz düsturu bilirik ki, I bərabərdir R topla R'dir. Burada da deməli müəyyən nöqtədən hiperbol olacaq. Yəni A bəndi. Çünki ümumiyyətlə tərs asılılıqda sadəcə olaraq burada demək böyük sıfır qiymətdə qısa qapanma cərəyan şiddətinin qiyməti olur. Ona görə müəyyən bir nöqtədən başlayacaq. 33-cü suala baxırıq. 33-də nə istəyir bizdən? Deyir, mənbələrin qısa qapanma cərəyan şiddətlərini müqayisə edin. Buna əslində bayaq bir test işləmişdik. Yenə də baxaq. Qısa qapanmanın düsturunu bilirik ki, epsilon bölünsün R'dir. Bir dəfə I1 üçün tap, bir dəfə I2 üçün tapaq və yerinə qoyaq. Epsilon 1, I1'in yerinə yazıram. Epsilon 1 bölünsün 2R, qısa qapanma 2 üçün yazıram. Epsilon 2'də alınacaq 3 epsilon 1 böl R. Və sonra bunları tərəf-tərəfə bölürəm. Yazaq. I1 böl, da birbaşa I1'i 2 yazıram. Bərabərdir. I1'in yerinə yazıram. Epsilon 1 böl 2R. Bunu da böləndə vurmaya çevirsək tərsinə vurulacaq. R yuxarı qalxacaq. 3 epsilon 1 aşağı. Buradan da ixtisarlarımızı eləyək. Epsilonlar geçsin, R'lər geçsin. 6'da 1 alınacaq. Və çarpaz formada vuranda alınır ki, I2 bərabərdir 6 I1'ə. Yəni Y bəndi. 35-ci sualda nə istəyir bizdən? Epsilon 9 volt verib, kiçik yer 1 ohm verib, böyük yersə 6 ohm. Deməli, dövrən sıxacılarındakı gərginlik soruşur. O bərabərdir sual. Burada tam dövrə görürük. Ona görə tam dövrə üçün ohm qanunu yazılıb. O bərabər yer düsturuna müraciət edək.
Burada da i'nin əvəzinə tam dövlət sürüsü üçün 10 qalmayasa, belə bir ifadə almış olaraq. Bu bərabərdir. Epsilonumuz nə qədərdir? 9 bölünsün. Böyük eri bilmirik. Böyük eri hesablayıb tapmaq lazımdır. Burada necə birləşmə görürük? Üçü də paraleldir. Budaqlanma var. Cərəyan budaqlanır. Bu er isə onlara ardıcıldır. Gəlin kənarda bunların üçün hesablayaq. Deməli 3 paraleldirsə RP-dən birini götürüb sayına bölürük. 3 dənəsi var. 6 böl 3 eləyəcək 2. Bu 2 alındı, 2 ohm. Bir də onun üzərinə gəlirik 6 ohmu. Yəni 6 ohmlar ardıcıldır. 2 ohm, 6 ohm. Cəmi 8 ohm verəcək bizə. Gətirib yerinə qoyuram. 8 üstə gələk, kiçik yerimizdə 1 vurulsun. Ha, burada R də var. Deməli, onu da nəzərə alırıq. 6. Bərabər 8 üstə gəldik 9 eləyəcək. 9-dan da 9 ixtisar eləyəcək. Elə 6 volt qalır. Yəni cəvənd. Erin qiyməti 6 deyil. Burada biraz diqqətsiz oldu. Bir dəqiqə erin yerinə gətirək qoyaq, düzgün qiymət qoyaq da biz. 6 deyil axı er. Burada deməli neçə almışdıq? 8 ohm almışdıq. 8 qoyuruq. Ona görə də bunlar ixtisar gedir. Bunun cəmsi 9 eləyəcək. 9, 8 volt. Yəni cavab olacaq beləndə. 8 volt. Beləndə. Belə. Devam edelim. 37. Qəşəng suallardan biridir. Deməli, deyir ki, ampermetrin göstərişi nəyə bərabərdir? Baxırıq bura. Cərəyana baxın. Cərəyan əslində buradan gəlir. 6 amper keçir R rezistorundan. Əgər R rezistoruna 6 amper cərəyan düşübsə 2 yerə ondan 2 dəfə az, yəni 3 amper cərəyan düşəcək. Çünki paralel birləşmədə cərəyan budaqlanır və müqamətlərə görə paylanılır. Onda 3 yerə nə qədər cərəyan düşər? Təbii ki, ondan 6-dan 3 dəfə kiçik, yəni 2 amper cərəyan düşər. 6, 3, 9, 2, 11. Yəni bu 11 amper cərəyan şiddəti gəlir 4 R müqamətli naqildən keçir. Onda ampermetrin göstərişi ilə 11 amper olacaq. Cavab olacaq B. Gəldik 45-ci suala. 45 yox, çox getdik. 39-cu suala. Ampermetrin göstərişi 6 amperdir. Yəni buradan gələn cərəyan şiddətini 6 amper verib. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən etmək lazımdır. Onda deməli 6 amperi gəlir müqamətlərə görə bölüşək. 2 ohmla 4 ohm arasında bölüşəcəm. Deməli bunlara birindən digərinə 2 dəfə çox cərəyan düşəcək. Hansına daha çox cərəyan düşəcək? Təbii ki 2 ohmluq naqilə. 2 ohmluq naqilə onda 4 amper. 4 ohmluq naqildən isə 2 amper cərəyan gedər. Deməli R1-ə düşdü nə qədər? 4 amper variant olacaq 2. Buna isə R2 isə 2 amper düşəcək. O olacaq 1. Sonra uclarındakı 8 voltdur gərginlik deyir. Bizə gərginlik U bərabərdir IR düsturuna müraciət edəcəm. 6 vurulsun. Paralel birləşmədə ümumi müqamət tapsaq RP bərabərdir R1 vur R2. Düstur yadınıza düşsün. Tez göz yaddaşınıza qalsın və yenidən yazıram. RP bərabərdir 4 vur 2 böl 4 topla 2. Bu da eləyəcək. Deməli 6-da 8. 6-da 8. 6'lar gedir, qalır 8 volt. Deməli gərginlik 8 voltdur. Paralel birləşmədə gərginlik sabit qalır. Ona görə 3'ü ortaya veririk. 3 ortaya gedəcək. 3 3'ə gedir. Qaldı ayrılan güc. Ayrılan gücdə P bərabərdir I kvadrat R-ə müraciət etsək. Birincidə ayrılan gücü gəlin tapaq. Olacaq I1 kvadrat R1. O da eləyəcək I1'in kvadratı. Yəni birinci 16 vurulsun 2, 32 watt. Bu birinciyə aiddir. Amma 2'ni də yoxlayaq. P2 bərabər I2 kvadrat. L2 bərabərdir. I2 nə qədərdir? 2. 2'nin kvadratı 4. 4'ə 4'ə 16 watt. Bu deyil. Deməli, onda belə çıxır ki, P1 birincidə ayrılan güc 32 wattdır. Birinciyə aiddir 4. Deməli, 2, 4, 3, 1. Variant olacaq B. 41 ilə davam edirik. Deməli, cərəyan şiddətini soruşur. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən etmək lazımdır. Gəlin baxaq sxem 1-ə. Birinci hissəyə baxaq. Deməli, birdə yenə ohm qanunu yazaq. I bərabərdir. I bərabərdir.
epsilon böl r topla r ilə təyin etsək, birincini tapsaq, epsilon 1, epsilonlar eynidir, kiçik yerlər eynidir. Ona görə 1-2 yazmıram. Sadəcə yerlərin indeksini yazıram. 16 bölünsün 6 üstə gəl 2. 16 böl 8, 2. 2 amper. 2 amper düşür 1-ə. Deməli 2 getdi 1-ə. Sonra i2 bərabərdir. Yenə 16 bölünsün. R2 2'dir. 2 üstə gəl 2. 4 amper. 4 amper getdi. 1 getdi 2'yə. Sonra kısa qapanma cərəyan işlədik. Kısa qapanmanın da düsturu epsilon böl r-dir. Hər ikisində 16 böl 2'dir. Hər ikisində epsilon r eyni olduğuna görə eyni mənbədir deyə kısa qapanmalar 8 amper olacaq. Yəni 3 getdi ortaya. 3 ortaya. Xarici müqamətdə ayrılan güc yenə də P bərabərdir I kvadrat R-dir. Birinci üçün hesablayaq. Birincinin cərəyan işlədi 2'dir. 2'nin kvadratı 4. Birincidə xarici müqavimət 6'dır. Bu eləcə 24 watt. Deməli bu 1'ə aiddir. İndi P2'ni də yoxlayaq. I2 kvadrat R2. I2 nə qədərdir bizdə? İkinci cərəyan işlədini tapmışıq. 16, 4'də 16 olsun R2. İkincidə nə qədərdir? 2, 32 watt. Deməli bu cavab yoxdur. Ona görə də bunu seçmirik. Birinciyə aiddir 24. 4 aiddir 1'ə. Gəlin doğru variantı seçək. Doğru cavab olacaq yeməlidir. Növbəti suala baxırıq. 43. Qapalı dövrədəki cərəyan şiddətinin verilmiş məmmənin sıxacılığının gərginlikdən asılı qrafikini soruşur. Deməli, I bərabərdir. Düstur seçək birinci. Deməli, düstur olacaq. I bərabərdir U böl, daha doğrusu qapalı dövrə deyir bizə. Ona görə də qapalı dövrə üçün ohm qanununa müraciət etsək daha doğru olar. Epsilon böl R plus R. Buradan da U bərabərdir. Epsilon çıxılsın IR. Və eyni zamanda biz buradan IR tapsaq, IR bərabər olacaq nəyə? Deməli, IR hasili bərabər olacaq epsilon çıxılsın U-ya. R də düşürsə məxrəcə, buradan götürüb bura salsam, belə bir ifadə alacağım. I-nin U-dan asılığı bunlar sabit götürüləndə, epsilondan R mənbə üçün sabit götürülür. Ona görə xəttə azalma variantı olacaq, deməlidir. Sonra 45-ci suala baxırıq. Tam dövrənin xarici müqaviməti soruşulur. Demək, yenə də tam dövrəsi üçün ohm qanununa müraciət edək. Qırmızı ilə cavabları seçirəm. Aha, gəlin baxaq. Deməli, tam dövrəsi üçün ohm qanununu yazaq. I bərabərdir epsilon böl R plus R. Və hər şey var. Yerinə qoyub tapmaqdır sadəcə olaraq. I-ni 2 verib, epsilon 12 bölək. Böyük R topla 1. 12 ilə 2'ni belə ixtisar edə bilərsiniz. 6 eləyəcək. 6'nı burada 1 qalır. 6'nı 6'ya böləndə 1 eləyəcək. Onda R neçə olmalıdır? 5. Mesela. Cavab olacaq A. 47-ci suala baxırıq. EHG-ni verib bizə. EHG bərabərdir bir dəqiqə. Epsilon bərabərdir 20 voltdur. Deyir ki, dövrənin xarici müqaviməti daxili müqavimətdən 4 dəfə böyükdür. Yəni xarici müqavimət böyük yerdir. Daxili müqavimətdən 4 dəfə böyükdür. Yəni xarici müqavimət 4 dənə kiçik yerdir. Mənbənin sıxacılığındakı gərginliyi soruşur. Deməli, düstur seçirik. U bərabərdir. Demək, bu düstura baxaq. Epsilon böl R topla R vur R. Yəni IR hasilindən çıxarmaq olar. Bizdə hər şey olmalıdır. Səhv etmirəmsə, baxaq diqqətlə. Epsilonumuz 20'dir. Böyük R-in yerinə qoyuram 4 kiçik R. Üstə gələk R. Bax, burada qoydum. Vurulsun böyük R-in yerinə 4 R. Hesablamadır. 20 bölünsün 5 R vur 4 R. R'lər gedir. 20 ilə 5 xısar gedir. 4, 4'ü 4'ə vuranda edir 16 volt. Yəni C bəndi. Başlayın B bəndi. Demək, 49-cu sualda deyir ki, bizə hansı şərt ödəndikdə mənbənin sıxacılarına gərginlik mənbənin EHG-sindən 4 dəfə kiçik olar. Sıxacılarda gərginlik, yəni O, EHG-dən 4 dəfə kiçikdir. Epsilon böl 4'dür. Hansı şərt ödəndikdə? Deməli, onun düsturuna baxırıq. Yerdə epsilon böl R topla R vur böyük R. Niyə bu düstura müraciət edirəm? Çünki xarici müqavimətlə daxili müqavimət arasında əlaqə edəcəyik.
Gətirib onun yerinə epsilon bölü 4 qoyuram. Yəni burada özü var. Bizə şərtdə bir baxın bunu. Epsilon bölü r topla r vurulsun r. Epsilonları ixtisar edək. Və şərtdə daha doğrusu burada nə qalacaqsa onu yazaq. 4r bərabərdir r topla kiçik r. 3r bərabərdir kiçik r. Yəni C variantı. 51. Qapalı dövrədə cərəyan şiddətinin dövrən xarici müqavimətinin asılı qrafiki verilmişdir. Mənbənin daxili müqaviməti, yəni kiçik r 0.2 ohm olduğunu bilərək C nöqtəsindən uyğun xarici müqavimət soruşulur. Baxın, şəkildə göründüyü kimi biz keçən dəfə demişdik ki, mən isbat eləmişdim bunu ki, bu qısa qapanma cərəyan şiddətidir. Xarici müqavimət 0-a uyğundur, ona görə xarici müqavimət 0 qiymətinə. Yəni qısa qapanmamızda var 6 amper, bir də C nöqtəsinə uyğun cərəyan şiddəti verilib. 1 amper. Bizdən soruşur xarici müqaviməti, onu yazdıq. Deməli, düstur seçək. Qısa qapanma varsa, təbii ki, biz buradan kiçik də var. Biz nəyi təyin edə bilərik? Epsilon tapa bilərik. Mənbənin qısa EHG-sini, elektrik hərəkət qüvvəsini, yəni 6 vurulsun. Kiçik yerimizdə 0.2-dir. Epsilon bərabər alacaq 1.2 volt. Sonra I bərabərdir. Epsilon bölü R plus R düsturundan da istifadə edib. Çünki C nöqtəsinə uyğun tam dövrənin cərəyan şiddətini istəyir bizdən. Daha doğrusu xarici müqavimət istəyir bizdən. Yəni buradakı bu R-i soruşur. Yeni qiyməti qoyaq 1 bərabərdir. Epsilonumuz 1.2 bölünsün. Böyük R-imiz məlum deyil. Üstə gələk kiçik R-də 0.2 verib. Və buradan həll edirik. Alınacaq R topla 0.2 bərabərdir 1.2-yə. R alınacaq 1 ohm. Yəni cavab Y. 53-cü suala baxırıq. Daxili müqaviməti R olan cərəyan mənbəyinə, deməli şəkil təsəvvür eləyək, burada daha yaxşı olar onda. 53-cü sualda. Deməli daxili müqaviməti kiçik R, bura mənbə çəkək. Daxili müqaviməti R olan cərəyan mənbəyinin hər birinin müqaviməti 3R olan 3 dənə rezistor ardıcıl qoşulub. 1, 2, 3 dənə rezistor ardıcıl qoşulub. Yəni hərəsi də 3R müqavimətə malikdir. 3R, R də bərabər 3R yazaq. Bu rezistorları indi isə paralel birləşdirək. İndi bu rezistorları paralel birləşdirək. Yəni yenə də həmin bir dəqiqə. Yenə də həmin mənbədir. Həmin mənbədir. Sadəcə olaraq bu rezistorlar paralel qoşulur. 1, 2, 3. İndi mən belə çəkdim burada. Belə təsəvvür edin ki, buranı buradan götürsək daha yaxşı olur. İndi baxaq. Deməli, birinci hal üçün, bu birinci, bu da ikinci şəkil. Birinci hal üçün yazıram 1. Tam dövrə hissəsinin ohm qanunu yazıram ki, cərəyan şiddətini tapalım. I bərabərdir. Epsilon böl R topla R birinci üçün. Epsilon eyni olacaq. Çünki eyni mənbədir. Eyni mənbədir. Kiçik də eyni olacaq. Epsilon böl deməli, kiçik R-in yerinə, böyük R-in yerinə 3 ardıcıl birləşib. Ardıcılda 1 götürüb sayına vurulur. 3 dənə 3 R-imiz var. 9 R eləyər. Bir dənə də R-in özü 10 R. Deməli, I1-imiz olacaq. I1-imiz olacaq birinci hal üçün. I1-imiz olacaq epsilon böl 10R. İndi I2 üçün tapırıq ikinci hal üçün. İkinci halda isə I2 bərabərdir. Epsilon bölək. İndi burada da yenə hərəsi 3R'dir. Amma paralel qoşulub. 3R, 3R, 3R. Yəni burada yer dar oldu bizdə. 3R. Birini götürüb sayına bölsəm 3R'i 3-ə bölsəm R eləyər. R üstə gəl R. Edir epsilon böl 2R. Əvvəlcə epsilon böl 10R idi. İndi epsilon böl 2R oldu. Məxrəc nədir? Kiçildi. Onda deməli i-nin qiyməti demək artacaq. 5 dəfə artar. Siz bunu nisbətlə tapa bilərsiniz. i1-in i2-yə nisbəti və ya i2-nin i1-ə nisbəti qoyub da həll edib 5 dəfə artar variantını ala bilərsiniz. Riyaziyyat qanunlarından hansını istəsəz seçim edə bilərsiniz. Mənə gəlir ki, aydın oldu. Olmasa yenə sual verərsiniz. Deməli, 54-cü sual fərqli olduğuna görə ona da baxıram. 54. Deməli, bizə deyir ki, K açarı 1 və 2 vəziyyətində olduqda. Deməli, 1 vəziyyətində olanda bağlıdır, 1 bağlıdır. 1 bağlı vəziyyət.
bağlı olanda biz demişdik ki voltmetr nə ölçür? Voltmetr ümumi gərginliyi ölçür. O bərabərdir epsilon böl R plus R'dən istifadə edib, bu düsturdan istifadə edib onu tapa bilərik birinci hal üçün. Epsilonumuz verilib 8 böl 2 böyük R 3 üstə gəl 1 vuraq. Yenə də böyük R 3. Düz yazdımsa əgər, bəli düz yazmışam. 8-i 4-ə bölürəm 2, 2-ni də 3-ə 6 volt. İndi açıq 2 açıq halıdır. Açıq halı biz demişik ki voltmetr nə ölçür? EHG-ni 8 volt. Deməli B variantı olacaq doğru cavab. Deməli 55-ci sualda bir hansı ifadələr doğrudur? Cərəyan mənbəyinə rezistor qoşulmuşdur. Əgər bu rezistorla ardıcıl olaraq ikinci bir rezistor qoşularsa nə baş verər? Yəni nə dəyişər? Ümumiyyətlə həmin mənbəyə biz nəyisə gətirib qoşmuşuqsa, yenə də mənbənin EHG-si dəyişməyəcək. Bu 1. Sonra, yəni ki, bilin ki, həmin mənbədən söhbət gedirsə, cərəyan mənbəyi deyir rezistor qoşulur. Əgər bu rezistor ardıcıl olaraq, yəni mənbəni dəyişməmişik də, bir dənə rezistor mənbəyə qoşmuşuq. Bu mənbəyə bir dənə rezistor qoşmuşuq. Ardıcıl yerində bir dənə də rezistor gətirib qoşmuşuq. Bu mənbənin nə epsilonu, nə də kiçik yeri dəyişmir. Amma fikir verin, müqavimət əvvəl R idi, sonra birini də qoşanda müqavimət 2 R oldu. Müqavimət necə dəyişdi? 2 dəfə artdı. Deməli, müqavimət 2 dəfə artır. Tam dövrə hissəsi üçün ohm qanununa görə də, yəni 1, 3-ü seçirəm. Tam dövrə hissəsi üçün ohm qanununa da görə R plus R-dən də müəyyənləşdirə bilərik ki, I ilə R tərs asılıdır. Onda cərəyan işlətini eləyər 2 dəfə azalacaq. Yəni 1, 3, 6. Doğru cavab olacaq. Deməli, 59-cu suala baxırıq. Deyir, eyni materialdan hazırlanmış. Yəni, rho sabit götürək. Xüsusi müqavimət 2 naqil dövrəyə paralel birləşdirilib. Paralel birləşmədə də U sabitdir. Yazıram, U da konstant. I1 ve 2 nisbəti soruşur. R1 R. Bunu R verib. Birincinin radiusuna R verib. İkincinin radiusuna isə 2 R verib. Və en kəsin sahələri radiuslar uzunluqları, deməli, uzunluqları R və 2 R verib. Deməli, birincini əslində şəkildə bir balaca deyəsən anlaşılmazlıq var. R və 2R naqillərin en kəsiklərin radiuslarıdır. Yəni, bu demir bizə 1, 2 uyğun olaraq demir, düzdür elə əslində. Deməli, birinciyə uyğun R verib. Demək, düstur seçirik. I bərabərdir. U böl R. R-i açırıq. Rho L böl S. I bərabərdir. U S-i açıram. Məftilin en kəsi dairə olduğuna görə dairənin sayısı kimi pi R-in kvadrat böl rho L. Demək, burada sabitləri götürək ki, işimiz rahat olsun. U sabit, rho sabit, pi sabit. Qalır burada. Burada qalan nədir? I L-lə düzdür. Daha doğrusu R-lə kvadratik düzdür. L-lə tərs asılır. Nisbət yazıram. I1-in I2-yə nisbəti bərabərdir. Yalnızı saxlayın. Düz asılıqdırsa elə yazın R1 kvadrat böl R2 kvadrat kvadratik düz asılıdırsa. Amma L-lə tərsdirsə sadəcə yazın L2 bölünsün L1. I1-imiz demək ki, I1 böl I2 nisbəti bərabərdir. R1 böl R2-ni mötərizə kvadratda yazmaq olar, amma yazaq R1-in kvadratı birinciyə uyğundur 2R, onda kvadratı 4R kvadrat bölə R-in kvadratı. L2-miz, yəni ikincinin uzunluğu L-dir, birincinin uzunluğu isə 2L-dir. Düz qoyduq yəqin ki yerinə R kvadratları ixtisar gedir, 4 tane 2 ixtisar gedir, 2 qalır. Deməli, I1-in 2-yə nisbəti 2 imiş. Cavab 2. Cavab 2. 60-cı sualda oxşar sualdır. Yazarsınız. Əgər anlaşılmazlıq olarsa sual verərsiniz. Onda izahını çəkəcəm. Gəldik 61-ə. Bir əslində bayaq buna aid testlər işləmişik. Bir də deyir ki, K açarı açıq vəziyyətdə olduqda, yəni şəklə baxırıq. K açarı açıq vəziyyətdə olduqda voltmetrin göstərişi. Dedik ki, voltmetr dövrə açıq olan zaman demək, cərəyan gəlib R rezistorundan keçmir. Ona görə də 1-ə uyğun olacaq nə? Açıq olanda voltmetr EHG-ni ölçəcək. 1-ə A. Gəlirik 2-yə. 2-də K açarı qapalı olduqda voltmetrin göstərişi. Yəni, bunu tapmaq lazımdır. U bərabərdir. Yenə epsilon R böl R plus R. Düsturumuz budur. Yəni, tam dövrədə həmişə onun bu düstura müraciət edin. Əgər böyük R və kiçik R və epsilon verilərsə. Epsilonumuz 10, böyük R 4,
Böyük yer yenə 4 üstə gəl 1. 40 bölü 5 8 volt. Yəni 2-yə uyğundur B. Üçüncüdə deyir ki, K açarı açıq vəziyyətdə olduqda ampermetrin göstərişi. Ampermetrin göstərişinə baxsaq, deməli ampermetr bilir ki, nəyə ardıcıl birləşdirilibsə, orada həmin hissənin cərəyan şiddətini ölçəcək. Burada da dövrü açıq olduğuna görə rezistordan cərəyan keçmir. Və burada təbii ki, cərəyan şiddəti 0 olacaq. I bərabər 0. Yəni olacaq D bəndi. 1-ə A, 2-yə B, 3-ə D. Deməli, dövrənin 62-ci suala baxaq. Dövrənin EHG-si verilib. Epsilon bərabər bir dəqiqə. Epsilon bərabər 16 volt. Qoşduqda cərəyan şiddəti 2 amper. Qapalı dövrənin fiyəsi faydalı şəmsal 75% verib. Biz bunu birbaşa ədədə keçsək daha yaxşı olar. 0,75, o da 4/3 yazmaq olar. Daxili müqavimət kiçik sual. Deməli, etan düsturlarından biri U bölü epsilon vur 100% idi. Yəni 100% yazmıram artıq. Onun yerinə epsilon çıxılsın, yer qoymaq olar. Bölü epsilon. Bunu da 2 kəsr şəklində yazsaq, epsilon bölü epsilon eləyəcək 1. 1 çıx, yer bölü epsilon. İndi hesablamadır burada artıq. Etanın yerinə qoyaq 4/3. Buradan yer düzəldim bir dəqiqə. Etanın yerinə qoyaq 4/3. Demək yazıram. Dörtdə 3 bərabərdir. 1 çıxılsın, i məlumdur. Burada 2, kiçik yeri axtarırıq. Böyük yerimizdə, daha doğrusu epsilonumuzda 16-dır. 16 ilə 2 nəxsə eləsək 8-də 1 qalır. 4-də 3 bərabərdir. 1 çıx 8-də 1 R. Buradan da hesablamanı eləyək. Deməli, 1-dən 4-də 3, 8-də 1 R bərabərdir. 1 çıx 4-də 3. 1-dən də 4-də 3, 4-də 1. 8 ilə 4 ixtisar edirsiniz. Qalır burada 2. Deməli, bir dəqiqə alınacaq. Cavabımız olacaq. Buradan da R bərabərdir 2. Deməli, doğru cavab olacaq 2. Cavab 2. 2 10.